Əziz dostlar, mən bu dəfə sizi Əliabad qəsəbəsindən salamlayıram. Hansı ki, zəhmətkeş insanların, qəsəbə sakinlərinin əzmi nəticəsində, onların maddi vəsaitləri, həm də fiziki gücləri nəticəsində belə bir bina ərsəyə gəlib. Həm pul xərcləyiblər, həm də özləri işləyiblər. Demək olar ki, özləri tikib ərsəyə gətiriblər bu mərasim evini. Şəhidimiz Baqir Ələkbərovun adını daşıyır. Bu mərasim evinin şəxsən şəhidimizin adına olmasının Əliabad qəsəbə sakinləri tərəfindən irəli sürüldü və bu yer alındı, ərsəyə gəldi. Burada bütün Əliabad qəsəbə sakinlərinə öz minnətdarlığımı bildirirəm, təşəkkürümü bildirirəm ki, balacasından böyüyünə kimi hamı burada öz zəhməti var, əməyi var və maddi, mənəvi köməklik göstəriblər. Allah hamısından razı olsun, Allah hamısının canı sağlıqlı. Bugün də Əliabad cəmaatının sayəsində, Əliabad cəmaatının birliyində demək olar ki, bugün şəhidimizin adına Əliabadda bir mərasim evi inşa olundu. Bu bizim çoxdankı arzumuz idi və bugün bu həyata keçdi, reallaşdı. Çünki buna bir Əliabad qəsəbəsinin cəmaatının ehtiyacı var idi. Çünki bəzən çıxılmaz vəziyyətdə qalırdıq. Bir ərzi rəhmətə gedir, yer tapmaq olmurdu. Nəhayət ki, bu ideya ortaya atıldı və sağ olsun cəmaət ki, həm maddi dəstək elədi, həm də fiziki cəhətdən kömək elədilər. Nəhayət bugün bu mərasim evi ərsəyə gəldi. Ən böyük arzum Əliabadda belə bir mərasim evinin tikilişi idi. Çünki Əliabad da sahib seçilən kəndlərdən biridir. Sağ olsun Əliabad insanlarına, sağ olsun hamını ki, bunu normal qaydasında tikib bizi təhvil verdilər. Biz daha bundan sonra öz məclisimizdə oturacağıq, öz xeyir-şər evimizdə oturacağıq. Şad, Cəmiyyən, Əl-Fatiha. Burada biz iş aparanda Əliabad sakinləri növbəyə dayanmışdı ki, burada olan ustaların, işçilərin yeməklərini günorta, axşam yeməklərinin üstlərində bir-birləri ilə yarış keçirirlər ki, bugünkü ustaların, işçilərin yeməklərini biz ödəyəcəyik. Ən əsası işin irəli deyib keçən bir insandan da Allah razı olsun. Əliabad cəmaatı Bağırın adının verilməsi təklifini özləri irəli sürüblər. Bu böyük bir addımdır.